Salam uşaqlar. Bu dəfə isbatlara DIM20 sınaqdan həm əvvəlki dərsdən keçdiyimiz isbatlara uyğun olaraq bəzi suallara baxacağıq. Həm də DIM20 sınaqda olmayan bir isbat da eləyəcəyik. Cəmi 5 dənə sualımız var. Demək, birincisi A-1-dən böyük olarsa isbat edin ki, bu verilən ifadənin ən kiçik qiyməti 6 olar. Bunu əvvəlki videolarda keçdiyimiz Cauchy bərabərsizliyi ilə isbat edəcəyik. Amma isbat etməzdən öncə bu ifadə üzərində biraz çevirmələr aparmalıyam. A kvadrat topla 2A topla 10 bölünsün A plus 1 ifadəsində surətdə 10-u parçalayaraq A kvadrat toplansın 2A topla 1 topla 9 yazsam, məxrəcdə A topla 1-dir, bərabər A kvadrat topla 2A topla 1 də A üstəgəl 1-in mötərizə kvadratıdır. Toplansın 9. Bölünsün A üstəgəl 1. Kəsri tam bu üstəgəldən parçalasaq, yəni ki, A üstəgəl 1-in mötərizə kvadratı bölünsün A üstəgəl 1, toplansın 9 bölünsün A üstəgəl 1 yazsaq, birinci kəsirdə də A üstəgəl 1-lərin bir dənəsi ixtisar getsə, yalnızca A üstəgəl 1 qalacaq, topla 9 bölünsün A üstəgəl 1 olacaq. İndi bu hissədə qaydaq əsas şərtimizə. A-1-dən böyükdür şərtinə qaydaq. -1-i bərabərsizliyin sol tərəfinə aparsaq, müsbət 1 olaraq keçsə, A üstəgəl 1 ifadəsi 0-dan böyükdür deyəcəyik. Doğrudurmu? Doğrudur. İndi bu yazdıqlarımızı bir kənara qoyub A üstəgəl 1 ifadəsinə bir dənə T deyək. A üstəgəl 1 ifadəsi artıq T olsun məsələnin davamında. Yəni ki, o zaman o T-dirsə, yəni A üstəgəl 1 topla 9 bölü A üstəgəl 1 də T üstəgəlinsin 9 bölü T-dir deməli. İndi biz bilirik ki, keçmiş videolardan bir dənəsində Cauchy bərabərsizliyi keçmişdik. Cauchy bərabərsizliyi bu idi ki, əgər A və B ədədləri 0-dan böyük olarsa, bu ədədlər üçün A üstəgəl B bölü 2 böyük bərabər olurdu 2 kök altda yox, böyük bərabər olurdu kök altda AB-dən və yaxud A üstəgəl B böyük bərabər olurdu 2 kök altında AB-dən. İndi burada T 0-dan böyükdürsə, yəni A plus 1 0-dan böyüksə, T də 0-dan böyükdür. T 0-dan böyükdürsə, o zaman biz burada Cauchy bərabərsizliyini tətbiq edə bilərik. Yəni bu T də 0-dan böyükdür, 9 bölü T də 0-dan böyükdür. O zaman biz sağ tərəfə diqqətlə baxaq. Bu ifadədə A üstəgəl 1 böyük bərabər 2 kök altda AB ifadəsini burada tətbiq edə bilərik. O zaman bu ifadə böyük bərabər 2 kök altında T vurulsun 9 bölünsün T olacaq. Buradan da T üstəgəlsin 9 bölü T ki, bizim ifadə T üstəgəl 9 bölü T halına gəlib çıxdı. Böyük bərabərdir. T'lər ixtisar getsə, 9-da kökdən 3 olaraq çıxsa, 2-ni də 3-ə vursaq 6. Demək, bizim bu ifadənin qiyməti böyük bərabər 6-dırsa, deməli, ən kiçik qiymət 6-ya bərabər olacaq. Məsələ isbat olundu. Bu məsələ eyni zamanda DIM20 sınağın da sınaq 3-ünün 30-cu sualıdır. Keçən növbəti sualla, bu sual da DIM20 sınaqda sınaq 4-ün axırıncı isbat sualıdır. Deməli, düzbucaqlıda bir düzbucaqlı verilir. Bu düzbucaqlıda tərəflər A və B-dir uzunluqları. Diaqonalın uzunluğu isə D-dir. Deyir, isbat edək ki, A kubu topla B kubu D kubundan kiçikdir. Bu sualı belə alternativ olaraq belə də soruşmaq olar ki, düzbucaqlı üçbucaqda katetlər A, B, hipotenuz C olanda da A kubu toplansın B kubu C kubundan kiçikdir. Bu şəkildə də isbat edə bilərik. İndi verilən məsələnin şərtinə uyğun gedək. İndi burada bu rənglədiyim hissə düzbucaqlı üçbucaqdır. O zaman düzbucaqlı üçbucaqda bilirik ki, hipotenuz, yəni burada hipotenuz rolunda D olacaq. Hipotenuz katetlərin hər birindən böyükdür. Yəni bilirik ki, A kateti də D-dən kiçikdir. B kateti də D-dən kiçikdir. İndi biz bu bərabərsizliklərdə birinci bərabərsizliyin hər tərəfini A kvadratına, ikinci bərabərsizliyin hər tərəfini B kvadratına vuraq. Görək nə alınacaq. Birinci bərabərsizliyin hər tərəfini A kvadratına vursam, A kubu kiçikdir D A kvadratı. Digərində isə B kubu kiçikdir D B kvadratı olacaq və bu aldığım bərabərsizlikləri alt-alta toplasam A kubu
toplansın B kubu kiçikdir. D vurulsun A kvadrat toplansın B kvadrat. Öncəki videolarda Pifagor teoremini də isbat etmişdik. Yəni A kvadrat toplansın B kvadrat əslində C kvadratla bərabərdir. Bu məsələyə uyğun desək D kvadratına bərabərdir. O zaman D-ni D kvadratına vuranda A kubu toplansın B kubu kiçikdir D kubu olacaq və məsələ isbat olunmuş olacaq. Keçək növbəti suala. Bu sual DİM 20 sınağın sınaq 5-in axırıncı sualıdır. Şərtdə deyir ki, bir üçbucağın daxilindəki bir nöqtədən tərəflərə qədər olan məsafələr M olarsa, deyir, isbat edək ki, üçbucağın sahəsi perimetrin yarısını M-ə vurmaqla tapılır. Biz bu məsələni əslində əvvəlki videolarda isbat eləmişik. Yəni, burada sadəcə fərqli şəkildə soruşur sualı. Burada əgər üçbucağın daxilində bir nöqtə verilibsə və o nöqtədən tərəflərə qədər məsafələr eynidirsə, o nöqtə daxilə çəkilmiş çevrənin mərkəzi olmuş olur. Və həmin o məsafələr, yəni burada M olaraq adlandırdığımız o məsafələr əslində radius olmuş olur. Daxilə çəkilmiş üçbucağın daxilə çəkilmiş çevrənin radiusu olmuş olur. Və çevrə ilə bağlı isbat videolarına baxsaz, bundan əvvəlki videolarda, isbat videolarında var. Orada biz belə bir qayda keçmişdik ki, S bərabərdir 2/1 vurulsun perimetr, A üstəgəl B üstəgəlsin C vurulsun R deyə bir düstur keçmişdik. O düsturdakı tez-tez desəm, o mərkəzi üçbucağın təpələrlə birləşdirəndə alınan sahələri toplamaqla eləmişdik. Sadəcə burada ora geri qayıtmayaq, çünki onsuz da isbat eləmişik onları. Və bu düsturu bilmişdik. İndi bu düsturla S bərabər 2/1 vurulsun perimetr, yəni 2/1 perimetr P yazacağam. Vur R əvəzinə də M. Yəni bu düstur bunun da isbat olmuş olur. Amma təbii ki, bu məsələ qarşınıza çıxsa, bu dediyim kimi izah eləməlisiniz ki, daxildəki çevrənin mərkəzidir o nöqtə və isbatın davamını isə bunun əvvəlki çevrə videosunda sahələri toplamaqla necə isbat etdimsə, o şəkildə isbat eləməlisiniz. Bunun öncəki videoya baxın mütləq. Əsas qayda budur, bunu da yaddan çıxartmayın. Gedək növbəti sualımıza. Deməli, burada isbat etmək lazımdır ki, əgər üçbucaqda bir təpədən qarşı tərəfə çəkilmiş bir xətt qarşı tərəfi M və N nisbətlə bölürsə, sahələri də həmin nisbətlə bölmüş olur. Bunu isbat etmək üçün birincisi, təpədən bir hündürlük çəkəcəm. Təpədən qarşı tərəfə bir hündürlük çəkirik. O hündürlüyə H deyək. İndi bu hündürlük həm soldakı ştrixlədiyim üçbucağın, həm də sağdakı ştrixlədiyim üçbucağın hündürlüyüdür. Yəni S1 və S2 üçbucaqlarının hündürlüyü eynidir. H ortaq hündürlükdür. İndi biz S1-i tapmaq istəsək, S1 nəyə bərabərdir? Üçbucağın sahəsi hündürlük vur oturacaq, yəni hündürlük vur çəkildi oturacaq böl yarı. Yəni S1 vurulsun M bölünsün yarı olur. S1 yox, saçdım H1 deməliydim. H deməliydim daha doğrusu. H vurulsun M bölünsün 2. S2-ni tapmaq üçün nə etməliyəm? H vurulsun N bölünsün 2 yazmalıyam. Onda aldığım bərabərlikləri də alt-alta bölsəm, S1 bölünsün S2 bərabərdir. H bölüklər ixtisar gedəndə M bölünsün N qalacaq və məsələ çox sadə bir şəkildə isbat olunmuş olacaq. Buna aid də bir nümunə nə yaza bilərik? Bu şəkildə bir məsələ çözə bilərik. Məsələn, deyir ki, BD xətti qarşı tərəfi 3 və 7 nisbətində, yəni 3 və 7 sm hissələrə ayırıb, ABD-nin sahəsi 21-dirsə, bütün üçbucağın sahəsini tapın. Mən o zaman belə deyərəm, sağdakı sahəyə bir x deyərəm, S də deyə bilərdim, bir x dedim amma. Sonra deyərəm ki, 21 bölünsün x bərabərdir 3 bölünsün 7. Buradan da x bərabər 49 olar. X bərabər 49 olarsa, onda ümumi üçbucağın sahəsi də 21 ilə 49-un cəmi 70 olacaq. Ya da daha mürəkkəb şərtli məsələlərdə, yəni şərtin uzun olduğu məsələlərdə, əgər belə bir şey çıxsa qarşımıza, məsələn, bir üçbucaq və qarşı tərəf məsəl üçün 2 və 7 santimetrə bölünüb, o zaman soldakı üçbucağın sahəsinə 2S, sağdakı üçbucağın sahəsinə 7S deyə bilərik, məsəl üçün. Belə bir şeylərdən də istifadə edə bilərik. Keçək növbəti məsələyə.
Və son məsələ, bir öncəki qaydada da öyrəndiyimizdən istifadə edərək çözəcəyimiz DİM 20 sınağın 6-cı sınağının 30-cu sualıdır bu. Deyək ki, bir trapesiya var. Bunu yazmaq unutmuşam. Bu fiqur bir trapesiyadır. Trapesiya. Trapesiyada 2 dənə diaqonallar çəkiləndə S1, S2, S3 və S4 olaraq 4 dənə sahə ayrılıbsa, bizə deyir ki, isbat edin ki, yandakı sahələr bir-birinə bərabər və bunların hər biri yuxarıdakı və aşağıdakı sahələrin hasilinin köküdür ya da həndəsi ortasıdır. Bunu isbat edək. Biz indi bu trapesiyada bir hündürlük çəksək, belə bir hündürlük çəksək, bu hündürlük həm bu üçbucağın hündürlüyü olacaq, həm bu üçbucağın hündürlüyü olacaq, həm də bu üçbucağın hündürlüyü olacaq. Çünki hündürlüyü mən buradan çəkdiyimdə də bununla bu eyni hündürlük olmuş olur. O zaman bu çəkdiyimiz hündürlük, bu hündürlüyə H adını verək, həm S1 ilə S4-ün əmələ gətirdiyi üçbucağın hündürlüyüdür, həm də S3 ilə S4-ün əmələ gətirdiyi üçbucağın hündürlüyü olmuş olur. Bu soldakı üçbucaq və sağdakı üçbucağın oturacaqları da ortaq olduğundan, oturacaqlardakı böyük trapesiyanın aşağı oturacaqdır. Oturacaqları ortaq olduğundan, hündürlüklər də eyni olduğundan bu üçbucaqların sahələri bir-birinə bərabər olmuş olur. S1 topla S4 bərabər S3 topla S4-dürsə, S4-ləri silsək hər tərəfdən S1 bərabər S3 alınır. Məsələnin bir hissəsini isbat etmiş olduq. Yəni ki, S1, yəni soldakı və sağdakı sahələr S1 ilə S3 bir-birinə bərabərdir. İndi keçək məsələnin ikinci hissəsini isbat edək. Deməli, S1 ilə S3 bir-birinə bərabər oldu, eləmi? O zaman mən bu S1 ilə S3-ə eyni bir dəyişən deyim. Məsələn, bir X deyim. S1 də X-ə bərabər olsun, S3 də X-ə bərabər olsunlar. İndi bu trapesiyanın diaqonallarından birini işarə eləyirəm. Məsəl üçün, bu sol yuxarıdan sağ aşağıya doğru gedən diaqonalı seçirəm. Burada diqqətli olaq, bir öncəki isbatda izah elədiyim məsələdən istifadə edəcəm. Demək, bu diaqonal sol təpədən başlayaraq, sol yuxarı təpədən başlayaraq, məsəl üçün, M bölünsün N nisbətində bölünmüş olsun. Biz az öncəki məsələdə nə dedik? Dedik ki, üçbucaqda təpədən çəkilən xətt qarşı tərəf hansı nisbətdə bölübsə, oturacağı hansı nisbətdə bölübsə, yəni qarşı tərəfi, sahələrdə həmin nisbətdə bölür. O zaman biz bu üçbucağa fikir versək, M bölünsün N bərabər olmalıdır S2 bölünsün S3-ə. Ya da biz indi bu aşağıdakı üçbucağa fikir versək, M bölünsün N S1 bölünsün S4-ə də bərabər olmalıdır. O zaman biz məsələnin bu hissəsindən tənasüb qursaq, çarpaz bunları bir-birinə vursaq, nə almış oluruq? S1 vurulsun S3 bərabər olmuş olur S2 vurulsun S4-ə. İndi biz S1 ilə S3-ün eyni şey olduğunu dedik az öncə. Hər ikisinin X olduğunu. O zaman mən buna X vurulsun X kimi baxım. O da bərabər olsun S2 vur S4-ə. Bunun hər tərəfini kökə salaq, bu ifadənin hər tərəfini kökə salaq. Ki, burada bir problem yoxdur, mənfi olmadıqlarını da bilirik, sahədir bunlar. X vur X-in kökü olacaq X bərabər kök altında S2 vurulsun S4-ə. Xatırlayaq, X nə idi? S1. X nə idi? S3. O zaman buradan da belə çıxır ki, X əvəzinə S1 ya da S3 yaza bilərəm. Bunlar da kök altında S2 vurulsun S4-ə bərabər olmuş olacaq və bu məsələ də burada isbat olundu. Ümid edirəm ki, faydalı olmuşdur. Növbəti isbat videosunda da sinuslar teoremindən danışacağım. İzləmədə qalın, sağ olun.